Bakıda təşkil olunan mini futbol üzrə dünya çempionatında 3-cü günə yekun vurulub. Komandalar qrup mərhələsinin ikinci turunda 8 oyun keçiriblər. Qarşılaşmalar Milli Gimnastika Arenasında reallaşıb. A qrupunda yer alan Azərbaycan millisi Slovaniya ilə qarşılaşıb və ilk qələbəsini qazanıb 4-0. Yığmamızın rəqiblərindən Mavritaniya və Bəhreyn seçmələrinin duelində Afrika təmsilçisi 2-0 hesabı ilə qalib gəlib. A qrupuna Azərbaycan 4 xalla başçılıq edir. Mavritaniya 4 xalla ikinci yerdə qərarlaşıb. Bəhreyn və Slovaniya isə 1 xalla 3-cü, 4-cü yerləri bölüşürlər. B qrupunda mübarizə aparan Fransa Özbəkistanın müqavimətini qıra bilməyib və görüş 3-3 hesabı ilə yekunlaşıb. Qrupun digər oyununda isə günün sensasiyası qeydə alınıb. Son dünya çempionu Rumuniyaya 4-2 hesabı ilə qalib gələn Çad aktivinə ilk 3 xalı yazdırıb. B qrupunda 4 xalla Fransa liderlik edir. Çad 3 xalla 2-ci, Rumıniya 3 xalla 3-cü, Özbəkistan 1 xalla sonuncu yerdədir. İngiltərə və Macarıstan komandalarının qarşılaşdığı C qrupunda tərəflər qalibi müəyyənləşdirə bilməyiblər. 1-1. Digər maçda isə Türkiyə Ukrayna yığmasını 3-1 hesabı ilə üstələyərək ilk qalibiyyətini əldə edib. C qrupuna 4 xalla İngiltərə başçılıq edir. Türkiyə millisinin də 4 xalı var. Top sayına görə ikinci pillədə qərarlaşıb. Macarıstan 2 xalla 3-cü yerdədir. Qrupun sonuncusu Ukrayna yığmasıdır ki, onun aktivində xal yoxdur. D qrupunda Bolqarıstan Hindistanı böyük hesabla məğlub edib 5-0. Portuqaliya yığması isə Slovakiya üzərindəki bir hesablı qələbə qazanaraq xallarının sayını 6-ya yüksəldib. Portuqaliya yığması isə Slovakiya üzərindəki bir hesablı qələbə qazanaraq xallarının sayını 6-ya yüksəldib və növbəti mərhələyə vəsiqəni vaxtından əvvəl təmin edib. Həmin qrupa 6 xalla Portuqaliya başçılıq edir. Slovakiya və Bolqarıstan 3 xalla növbəti yerləri bölüşür. Qrupun sonuncusu Hindistandır. Onun aktivində bal yoxdur. Qeyd edək ki, dünya çempionatı iyunun 1-də başa çatacaq.